Tarix dövlət başçılarının sui-qəsd cəhdləri ilə zəngindir. Bu cəhdlərin fərqli səbəbləri olub. Dövlət çevrilişi, ölkə başçısının siyasi kursuna etiraz, şəxsi qisas və s. O cümlədən seriya 30 il rəhbərlik etmiş Yosif Stalini aradan götürmək cəsarətində olanlar da tapılıb. Məlum olduğu kimi, seri tarixinə böyük təmizlik adı ilə düşən 1930-cu illərin ortalarından ali rütbəli hərbçilər də Stalinin hədəfinə tuş gəlib. Onlardan biri də serinin ilk 5 marşalından biri, Mikhail Tuxaçevski olub ki, 1937-ci ildə o məhkəmənin hökmü ilə vətənə xəyanətdə, terror aktlarının hazırlanmasında, hakimiyyəti devirərək ölkədə hərbi diktatura yaratmağa cəhdə ittiham olunaraq ən ağır cəzaya, güllələməyə məhkum edilib. Məhz məhkəmə prosesinin gedişi zamanı Yosif Stalin hakimlərə şifahi şəkildə xəbərdarlıq göndərib. Heç bir güzəşt olunmamalıdır. Proses ona çatdıqdan sonra məhkəmənin hökmü Seri Ali Məhkəməsinin zirzəmisində icra olunub. Marşal Tuxaçevski ölüm hökmünün icrasından öncə sonuncu şüarını səsləndirib. Qırmızı orduya eşq olsun. Tuxaçevski orduda böyük nüfuza sahib olduğundan, onun ölüm hökmünə məhkum edilməsi ictimaiyyət və silahlı qüvvələrin şəxsi heyəti tərəfindən bir mənalı qarşılanmayıb. Hətta Yosif Stalinlə Tuxaçevskinin qisasını almaq fikrinə düşən zabitlər də tapılıb. 1938-ci ilin martın 11-də Stalin adətinə uyğun olaraq günorta saatlarından sonra Kremlin həyətində gəzintiyə çıxıb. Və adətən belə gəzintilərdə mühafizəçilərlə yanaşı ona həm də silahdaşları müşahidə ediblər. Gəzinti zamanı onlar fikir mübadiləsi, müzakirələr aparırdılar. Amma növbəti gəzintidə Kremlin məmurları öz rəhbərləri ilə söhbətdən məhrum olublar. Belə ki, əynində NKVD forması olan bir gənc, İşlər İdarəsinin yerləşdiyi korpusun qarşısından çıxaraq yenicə həyətə düşən Stalinin qarşısına çıxıb. Kitelinin iç cibində gizlətdiyi tapancanı çıxarıb Stalinə tuşlayanda baş mühafizəçi Nikolay Vlasik öz bədəni ilə Stalini qapayaraq yerə uzandırıb. Atəş havaya açılıb. Digər mühafizəçilər bir göz qırpımında gənc oğlanı zərərsizləşdiriblər. Maraqlıdır, Stalin sui-qəsd edən gənc zabit kim olub? Onu bu addım atmağa nə vadar edib? Gənci yoxlayanda məlum olub ki, o Tula qarnizonunda yerləşən hərbi hissələrin birində xidmət edir. NKVD-yə heç bir aidiyyəti yoxdur. O da məlum olub ki, leytenant rütbəli Danilov böyük peşəkarlıqla özünə saxta NKVD vəsiqəsi düzəltdirib. Bununla yanaşı o surğuc möhürlü zərflər də hazırlayıb. NKVD formasını əldə edən Danilov Kremlə gələrək əlindəki zərflərin İşlər İdarəsinə veriləcəyini bildirib. Gözlənilməyən bir təsadüf də gənc zabitin köməyinə çatıb. Buraxılış məntəqəsindəki kapitan Danilovun məktəb yoldaşı olub. Elə bəlkə də bu səbəbdən Danilov Kremlin ərazisinə silahla keçə bilib. Stalini öldürmək planı üzərində 2 aydan artıq düşünən Danilov əslində belə şansın ələ düşəcəyini heç ağlına da gətirməyib. Stalinlə təsadüfən üz-üzə gəlmək şansı isə Danilovun heç yuxusuna da girməyib. Əslində o bu işi kör-körənə etmək fikrində olub. Danilov belə düşünüb ki, o İşlər İdarəsinə gedəcək, mümkün qədər bu idarədə vaxt qazana biləcək. Variantlar müəyyənləşdirəcək və elə ilk imkanda Stalinə atəş açacaq. Ən az isə Kremlin həyatından Stalin kabinetinin pəncərələrinə atəş açmaqla etirazını bildirəcək. Stalinə Danilov haqqında bütün məlumatları məruz etdikdən sonra o leytenantı yanına çağırtdırıb. Təbii ki, leytenantla görüşmək Stalin üçün o qədər də maraqlı görüş sayılmayıb. Sadəcə Stalin sui-qəsdin arxasında kimin dayandığını müəyyənləşdirmək istəyib. Nəhayət, gecədən xeyli keçmiş leytenantla marşal görüşüblər. Qəzəbi soymuş Stalin mülayim tonunda soruşub. Cavan oğlan, siz leytenantsınız. Mən isə marşalam. Leytenantın marşalı atəş açması heç də yaxşı hal deyil. Yəqin onu siz də anlayırsınız. Bəs sizi bu işə kim vadar edib? Sifarişi kimdən almısınız? Hansı cəzaya məhkum olacağını yaxşı bilən Danilov başını dik tutaraq Stalinə ötkəm cavab verib. Yoldaş Stalin, mən kiminsə sifarişini yerinə yetirməmişəm. Bu mənim şəxsi təşəbbüsüm olub. Əgər leytenantın marşala atəş açması yaxşı hal deyilsə, marşalı güllələməsi də yaxşı hal deyil. Axı Tuxaçevski kimi bir sərkərdəni güllələtdirməyə sizi nə vadar etmişdi? Stalin Danilovun aqressivliyini hiss edib və söhbətin davamını mənasız sayıb. Mühafizəçilər Danilovu aparıblar. Qısa müddətdən sonra məhkəməsi başlayıb. Məhkəmə leytenantı ən ağır cəzaya, güllələməyə məhkum edib. Məhkəmədə Danilova söz veriləndə o sonuncu fikirlərini bir şüarla ifadə edib. Marşal Tuxaçevski eşq olsun. Qeyd edək ki, heç bu hadisə də Stalin hərbçilərə qarşı repressiyasının qarşısını almayıb.